Salam, əziz rus dili sevərlər. Mən Fidan Türksoy. Kim çoxdan izləyirsə, artıq məni tanıyırsınız. Öncədən bir məlumat verim. Bu videoda biz sizinlə danışacağıq заплатить, платить, оплатить, выплатить. Bunların fərqi nədədir? Bu haqda danışacağıq. Amma buna başlamadan öncə qısa bir məlumat verim ki, uşaqlar, bizdə kurs ancaq onlayndır, ancaq fərdidir. Kim yazılmaq istəyirsə, aşağıda qeyd olunub nömrəm, yazıla bilərsiniz. Sınaq dərsi olmur. Məsələn, əgər siz bilmək istəyirsiniz ki, bacaracaqsınız, bacarmayacaqsınız, bir dərs sizə keçə bilərik, amma bir dərsdə ödənişli olacaq. Yəni, razısınızsa, bizim üçün heç bir problem yoxdur. Sınaq dərsi olmur. Niyə? Çünki hər gün 21:00-da TikTok səhifəmdə canlı yayımlar olur. Gəlib kənardan izləyə bilərsiniz. Necə öyrədirəm? Nəticə var, yoxsa yox. Ürəyinizə yatırsa, yazılın. 10 ildir ki, rus dili tədris edirəm. Yəni, öz kitablarım, öz metodikam var. Buna görə tamamilə 100% qarantiya verim. İlk dərsdən artıq ucu başlayırsınız qısa-qısa cümlələr qurmağa. Yaddaşınız yaxşıdırsa, tez bir zamanda çox gözəl nəticə əldə edirsiniz. Deməli, заплатить və платить. Bu ödəməkdir. Заплатить bir dəfə ödəməkdir. Платить daimi. Məsələn, bunların hallanmış variantı Telegram səhifəsində olacaq. Keçid edin. Əminəm ki, çoxlarınız ilə Telegramdan gəlmişsiniz. Yəni, orada özünüzdə görəcəksiniz. Hallanmış variantı var. Deməli, заплатить bir dəfə, платить daimi. Məsələn, bu dəfə mən ödəyəcəm. Bu dəfə mən ödəyəcəm. Deməli, bir dəfə olacaq. Bu səbəbdən də hansı fe'li seçəcəyik? Əla. Заплатите. Bu dəfə mən ödəyəcəm. В этот раз я заплачу. В этот раз я заплачу. Həmişə sən ödəyirsən. Aha. Cümlədə həmişə sözü var. Deməli, təkrarlanan bir prosesdir. Həmişə. Всегда ты платишь. Həmişə söz oxunduğuna görə заплатишь deyə bilmərik. Всегда ты платишь. Həmişə sən ödəyirsən. Оплатить. Оплатить çox vaxtı filmlərdə filanda görə bilərsiniz. Оплатить за газ. Qaz pulunu ödəmək. Оплатить за свет. İşıq pulunu ödəmək. Və yaxud məsəl üçün оплатить kredit. Krediti ödəmək. Выплатить isə tamamilə sanki оплатit'in bitmiş variantı kimi bir şeydir. Выплатить tamamilə ödəyib bağlamaqdır. Məsəl üçün, я ему выплатила весь свой долг, məsəl üçün. Bütün borcumu ödəyib bitirmişəm. Kreditə gələndə isə выплатить də məsəl üçün istifadə edə bilərsiniz. Amma tamamilə elə bir ki, krediti ödəyib bağlayanda necə biz deyirik, krediti bağlamışam. Rus dilində də çox vaxt deyirlər ki, я закрыл kredit. Məsəl üçün, вчера выплатила və yaxud выплатил всю сумму, закрыл kredit və yaxud закрыла kredit. Bütün pulu ödəyib, krediti bağlamışam. Bax, belə. Yəni, ümid edirəm ki, bununla bağlı heç bir sualınız yoxdur. Hamısının cavabını verdim. Əlavə hansısa sualdır, qrammatikadır bilmək istəsəz, qeyd edin. Onda növbəti videolarda nəzərimdə olacaq. Dediyim kimi, dərsə yazılmaq istəyirsinizsə, aşağıda nömrə qeyd olunub. Pulsuz dərslər yoxdur.
Dərslərin gedişatını görmək istəyirsinizsə, TikTok səhifəsinə gəlin. Hər gün 21:00-da.